Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda çox dadlı şirniyyat reseptini sizinlə paylaşıram. Günlərcə qalsa belə boyatamayan, asan hazırlanan, üstü xırçıltılı, içi yumşaq, qat-qat, umaclı, çox dadlı kətələrdir. Qat-qat xəmir hazırlamadan bu üsulla belə dadlı kətələr hazırlamaq olar. İndi keçək hazırlanma qaydasına. Xəmir üçün ərzaq qabına 250 ml ilıqdan biraz isti süt dökürəm. Üzərinə 2 dolu təpələmə xörək qaşığı şəkər tozu, 1 silmə, yəni tam dolu olmayan xörək qaşığı da quru maya əlavə eləyib qarışdırıram. Şəkər tozu ilə maya əriyəndən sonra qaba 60 qram yumşalmış kərə yağını əlavə eləyirəm. İstəyə görə kərə yağını margarinlə də vəzələmək olar. 1 ədəd yumurta, yarım çay qaşığı duz, 1 paket 5 qram da vanil əlavə eləyəndən sonra bu ərzaqları da biraz qarışdırıram. Qaba un töküb xəmir yoğururam. Unun hamısını birdən əlavə eləmirəm, əvvəlcə çox hissəsini əlavə eləyirəm. Spatula ilə biraz qarışdırıram. Artıq çətin olduqda qalan unu da əlavə eləyib xəmir yoğururam. Ələ az yapışan, yumşaq bir xəmir olmalıdır. Xəmir üçün 5 stəkan yarım un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Videolarımda həmişə qeyd eləyirəm. Unun çəkisi növünə görə, yumurtanın ölçüsünə görə dəyişə bilər. Belə gördüyünüz kimi yumşaq, az ələ yapışan bir xəmir alındı. Xəmirin üstünü örtüb bir saat mayalandırıram. Bu arada içliyi hazırlayıram. İçlik umaclıdır. Umac üçün ərzaq qabına 200 ml-lik stəkanla 1 stəkan yarım un tökürəm. 1 stəkan şəkər tozu, 1 paket 5 qram şəkərli vanil, 150 qram da doğranmış kərə yağını əlavə eləyirəm. Bu ərzaqları da əlimlə ovuşdurub umac halına gətirirəm. Belə gördüyünüz kimi umacım artıq hazırdır. Çox gözəl umac alınıb. Kətəni hazırlayanda bişəndən sonra ara qatlar bir-birinə yapışmasın deyə umaca yarım çay qaşığı da qabartma tozu əlavə eləyib bunları da əlimlə biraz ovuşdururam. Umacı da hazırlayıb qoyuram bir kənara. Xəmirim artıq mayalanıb, havasını çıxardıram. Bir yerə yığıb iri kündə halına gətirirəm. Hazırladığım xəmiri un səpdiyim dəzgahın üstünə qoymuşam. Üzərinə də biraz un səpib əlimlə biraz üstündən genişləndirəndən sonra yayıb yayma açıram. Yayma 4 gün şəkildə olsa daha yaxşı olar. Ona görə arada yaymanı əlimlə çəkib kənarlarını biraz 4 gün şəkil verirəm. Ehtiyac olduqda yenə un səpib yayıb genişləndirirəm. Belə gördüyünüz kimi 4 gün şəkildə bir yayma açdım. Hazırladığım içliyi 3 dəfədən yaymanın arasına səpib qat-qat xəmir hazırlayacağım. Ona görə videoda göstərdiyim kimi içlikdən xəmirin bir tərəfindən əlavə eləyirəm, bir tərəfinə yayıram. Yaymanın o biri tərəfini üstünə gətirib kənarlarını əlimlə sıxıb bərkidirəm ki, yayanda içlik dağılmasın. Bu qaydada həm eninə, həm uzununa yaymanı yayıb genişləndirirəm. Xəmir çox yaxşı xəmirdir. Ehtiyac olduqda un səpib genişləndirmək olur. İkinci dəfə yenə yaymanın bir tərəfinə yenə içlik əlavə eləyib bir tərəfinə yayıram. O biri tərəfini üstünə gətirib kənarlarını yenə əlimlə sıxıb bərkidirəm. Onu da bərkidəndən sonra videoda göstərdiyim kimi bu dəfə yenə xəmiri bir az eninə, amma daha çox uzununa yayıb böyüdürəm. Belə yayandan sonra umacdan 2-3 xörək qaşığı qoyuram bir kənara. Onu sonda kətələrin üstünə səpmək üçün istifadə eləyəcəm. Qalan umacı açdığım yaymanın bir tərəfindən yayıram. İstəyə görə umaclı içliyin üstündən fındıq əzməsi, qoz ləpəsi, əlinizin altında nə varsa ondan əlavə edə bilərsiniz. Mən elə belə sadə hazırladım. Yenə eyni qaydada
bir tərəfin üstünə gətirib kənarlarını əlimlə sıxıb bərkidirəm. Eni 20 cm olmaqla yayma ilə biraz yayıb genişləndirirəm. Həm eninə, həm uzunluğa biraz yayıram ki, içlik içində eyni hündürlükdə olsun. Xəmir kəsənlə əvvəlcə 2 yerə bölürəm. Kənar hissələrini gözəl görünməsi üçün az kəsib çıxardıram. Onu da məsrəf eləmirəm. Sonda bir yerə yığıb kətə hazırlayıram. Kəsdiyim hissələri də 10 cm ölçüsündə doğrayıram. Videoda göstərdiyim kimi qat-qat içlikli xəmirin uç hissələrini ortaya doğru gətirib barmağımla biraz sıxıram ki, pişəndən sonra çox açılmasın. Hər dörd ucunu da ortaya gətirib sıxandan sonra belə gözəl kətələr hazırlayıram. Hamısını eyni qaydada uç hissələrini ortaya doğru gətirib barmağımla sıxıb kətələri hazırlayıram. Kətə üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Hazırladığım kətələri yağlı kağız sərdiyim formalara düzmüşəm. Üstün örtü bir 15 dəqiqədə yerində mayalandırıram. Sonda orta hissəsinə yer fındığı qoyub əlimlə biraz sıxıram. Yer fındığını qozla, badamla, kişmişlə, əlinizin altında nə varsa ondan əvəz eləyə bilərsiniz. Mayalanmış kətələrin üzərinə çəkmək üçün 1 ədəd yumurta sarısı, 1 çay qaşığı da süd götürmüşəm. Yumurtalı qarışımdan kətələrin üstünə hamısına yaxşı-yaxşı yumurta sarısı çəkirəm. Sonda ayırmış olduğum umacdan kətələrin üstünə səpirəm hamısına. Bu qaydada hazırlayandan sonra öncədən qızdırdığım 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana kimi bişirirəm. İlk sobaya qoyduğum kətələrim artıq pişib. Gördüyünüz kimi çox yaxşı qabarıb. Üstü çox yaxşı qızarıb. Çox gözəl kətələr alınıb. Qalan kətələr də hamısı pişib bir yerə yığmışam. Bu ölçü ilə tam 12 ədəd iri kətələr alındı. Hazırlanması çox asan olan bir kətə reseptidir. Artıq qat-qat xəmir hazırlamağa ehtiyac yoxdur. Elə bu üsulla hazırlayanda qat-qat olur. Xəmir bir-birinə yapışmır, qat-qat olur. Çox gözəl kətələr alınır. Kəsək görək içərisi necə pişib. Gördüyünüz kimi qatlar da çox yaxşı pişib. Heç bir xəmirləşmə olmur. Çox gözəl kətələr alınır. Siz də hazırlayın, hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.